Dostlar salam. 2 hafta bundan qabaq söylədiyim kimi artıq Temu'dan sifariş etdiyim növbəti sifarişim gəldi. İndi bir yerdə baxaq görək göndərdikləri məhsul içərisindən necə çıxır. Düzdür, keçən dəfə birinci videomda var. Eynək üçün kabura əzik vəziyyətdə gəlmişdi. Mən onu öz rəyimdə də bildirdim. Baxaq görək, inşallah belə bir şeylər olmaz. Bax, yenidən korobkada əzik var. Dostlar, bu routerdir. Wi-Fi router. Wi-Fi gücləndirən. Yəni bunu sifariş verəndə orada düzdür 5G yazmışdılar ki, güya dəstəkləyir. Ancaq Temu'da belə bir şey mən kəşf elədim. Deməli, sifarişdən sonra orada mən rəyləri oxudum. Baxdım ki, orada yazırlar ki, alıcılar bəs 5G-ni dəstəkləmir. Yəni Temu'da artıq belə bir xüsusiyyət var ki, deməli, malını satmaqdan ötürü demək olar ki, yalan reklam xarakterli məlumatlar yazırlar. Yəni öz mallarını satmaqdan ötürü. Malı aldıqdan sonra girib yenidən baxırsan ki, həmin məhsul deyil. Yəni mən bunu seçib alanda orada yazılmışdı ki, güya 5G-ni dəstəkləyir, əsas ona görə almışam. Amma rəylərdə yazırlar ki, 2.4 GHz-dən yuxarı, yəni heç bir şey yoxdur. Şimdi onu mən yoxlayandan sonra ancaq növbəti videomda paylaşa bilərəm ki, yəni dəstəkləyir yoxsa yox. O belə bir şeydir. Wi-Fi router. İkinci sifarişim dəri kəmərdir cins üçün. Bunu da açaq baxaq. Görək nə vəziyyətdə gəlir. Yəni elə məhsullar var ki, birəbir şəkildə olduğu kimidir. Elələri də olur ki, yəni sifariş verirsən ancaq onun kimi gəlmir. Bunu dəri aldığını almışam. Yazdıqlarına görə təmiz dəridir. Beləsinə bir kəmərdir cins üçün. Materialı oxşuyur dəriyə. Dəriyə oxşuyur. Bunda belə bir şeydir. Yəni bu da endirimlə düşən məhsuldur. Endirimdə olan məhsuldur. Belə bir dəri kəmər. Növbəti sifariş belə bir qulaqlıqdır. Bunlar hamısı endirimlə almışam. Gördüğünüz kimi içərisində bir adet USB qoyublar. O dərəcədə də keyfiyyətli bir şey deyil. Keyfiyyətli bir şey deyil. Belə bir qabdadır qulaqlıq. Bunu da istifadə edəndən sonra növbəti videoda paylaşırsa deyəlim. Bax, belə bir sensorludur. Ekranda var. Zaryadkaya qoyanda göstərir. Belə bir şeydir. Sonuncu sifariş də mikrofondur. Mobil telefon üçün çəkilişlər edəndə, yəni səsi yaxşı gəlməsi üçün. Yəni hamısını endirim yaranmışam.
Ümid edirəm inşallah hamısı yaxşı sifariş işləyər. Belə bir qablaması düzdür, yaxşıdır. Amma əzilmələr var. Özünüz də görürsünüz, istərseniz bilinir. Əzilmələr də ki, bu aeroportda, nə bilim, Gölcükdə ancaq ola bilər. Yəni məhsulun o qədər kobud rəftar eləyirlər ki, yəni orada əzilə bilər. Bax, biraz əzilməsi var. Böyle bir mikrofon var. Yani vid baxımından belə də pis görsənmir. Bax, 2 ədəd də beləncəsinə başlıq qoyublar. Yəni çəkiliş zamanı istifadə edirsən ki, küçədə, nə bilim, uzaq məsafədə səsin yaxşı gəlsin. Belə bir mikrofon. Belə dostlar, kanala abunə olun, zəhmət olmasa. Yeni kanaldır, düzdür, kanalım YouTube tərəfindən bloklandı. Bu səhifəni yeni açmışam. Xahiş edirəm, bəyəndinizsə like düyməsinə basın. Videoları bəyətməyi unutmayın və kanala da abunə olun. Növbəti video çəkilişlər olacaq, inşallah sifarişlər. Onlara da baxarsınız. Çox sağ olun, təşəkkür edirəm.